Növbəti hərəkətimiz, sizə bunu bir rolikdə göstərmişəm. Həm kürək əzələrini sıxan hərəkətdir, həm də boyunda bax burada şişkinliyi olanlar, osteoxondrozu olanlar üçün də çox faydalıdır. Və boynun irəli bükülməsində qarşısına alan hərəkətlərdən biridir. Bunu yenə də bu vəziyyətdə saxlayırıq. Əllər qabaqda, jgutu tuturuq əlimizdə. Kimdə jgut varsa jgutla eləyir, kimdə jgut yoxsa jgutsuz da eləyə bilər bu hərəkəti. Sadəcə qolları açırıq, bağlayırıq. Bax bu şəkildə. Sözsüz ki, jgutla olsa daha yaxşı olur. Gördüyünüz kimi kürək əzələsi necə gözəl işə düşür. Və boyun əzələsinə də təzyiq düşür. Bax bu hərəkəti. Bir neçə dəfə elədikdən sonra dartırıq və bu şəkildə biz saxlamağa çalışırıq. Yarım dəqiqə, bir dəqiqə, kim nə qədər saxlaya bilsə. Özünüz bu hərəkətdən sonra hiss edəcəksiniz ki, artıq beliniz özünü arxaya dartır. Əlhəmdülillah. Hörmətli izləyicilər, bu hərəkəti sizə bu alətdə göstərəcəm. Kimdə belə bir alət varsa ondan istifadə eləsin. Kimdə yoxdursa, baxsın görsün evdə və tutalım qapıların qulpundan da tutmaq olar o hərəkət eləmək üçün. Və yaxud da nəsə bir bərk bir şeydən ki, yıxılmayasınız deyə. Ancaq kimdə elə bir alət yoxsa bu hərəkəti etməmişsə olur. Gəl o bir hərəkətləri eləyərsiniz. İndi göstərirəm sizə hərəkəti. Bu hərəkət sadəcə, baxın, qabağa özümüzü dartırıq və bu vəziyyətdə çalışırıq saxlayaq. Burada da həm sinəni qabağa veririk, həm qarnı. Və bu vəziyyətdə də gördüyünüz kimi bütün qabaq hissə dartılır, arxa hissə arxaya bükülür. Və başımızda qaldırırıq. Və bu vəziyyətdə qalxmaq, saxlamaq bir 20 saniyə, 30 saniyə. Bu çox gözəl dartılmağa səbəb olur. Qozbeliyi əksinə dartır, buradakı əzələləri dartır və buradakı əzələləri də sıxılmağına səbəb olur. Sözsüz ki, əsas məsələ bu sıxılmış əzələləri dartmaqdır. Bu hərəkət də bu əzələləri çox gözəl dartır. Bir daha dartma əzələsi hərəkəti göstərirəm sizə. Sinə əzələsini və onurğanın qabağında olan əzələlərini dartma hərəkəti. Bunu da yenə də bax bu vəziyyətdə. Başımızı arxaya edirik, əllərimizdə tabanlarımızdan tuturuq. Və bu vəziyyətdə çalışıb özümüzü saxlayaq. Sonra yorulduqsa biraz özümüzü boşaldırıq, təzən bir də. Və bir neçə dəfə belə təkrar edirik. Əlhamdülillah. Dartma hərəkəti üçün çox gözəl hərəkət.